Avropada Bazeldən başlamışdı. Məhəmməd Salah, Chelsea, Roma, Fiorentina, daha sonra parladı Liverpool. Əsas parladığı yer Liverpool oldu. Yəni hamının artıq Məhəmməd Salahdan danışdığı bir klub Liverpool idi və əslində Salah həqiqətən İngiltərə çempionatının Thierry Henry'dən sonra gördüyü ən mükəmməl oyunculardan biridir. Çünki İngiltərə çempionatında hər şey qazandı. Liverpool ilə Çempionlar Liqasını qazandı, liqa qazandı, bütün kubokları ələ qazandı. Bir qədər bombardirdə oldu İngiltərədə bir neçə dəfə və həmin o Liverpoolun vaxtındakı üçlünün ən böyük yəni başı idi belə deyək. Firmino, Mane, Salah. Yəni göründüyü qədər də Salah sona qədər qaldı. O kapitan kimi gəmini sonda tərk elədi ki, artıq mən getmək vaxtıdır. Bəzi söhbətlər oldu Salahla Arne Slot arasında bəzi anlaşılmazlıq oldu. Amma həll elədilər. Salah oynadı. Əsas oyunlarda da özünü göstərməyə çalışır və bayaqlarımda vurğuladım ki, Salah son bir nöqtəni qoyub getmək istəyir Liverpool'la.